Bir insanı rahatlıqla həyatıma çəkə bilirəm, amma o insanı həyatımda saxlaya bilmirəm. Bu hər dəfə belə olur. Sizcə mən nələri səhv edirəm? Həyata çəkmək deyə bir şey yoxdur. Seçim eləyirsiniz çox güman ki. Həyatda saxlamaqda dinamikalarınıza baxın deyərdim. Çünki bizim dinamikalarımız, insanlarla danışıq qaydamız olsun, yazışmaq qaydamız olsun, münasibət şəklimiz olsun. Bunlar çox önəmlidir. Məsələn, biri ilə tanış olmusunuz. Onunla necə bir münasibətə sahib olursunuz? Nələr haqqında danışırsınız? Özünüzü necə tanıdırsınız? Ola bilərmi ki, bu adamın yanında özünüzü aşağı hiss eləyirsiniz və özünüz də bilmədən bu adamı uzaqlaşdırırsınız. Baxın, bu dinamikalar adətən qoruma mexanizmlarımız olur. Çox güman ki, öz dinamikalarımda bu insanlarla qurduğum münasibətlərdə bir şey var, amma o qədər özün bəlli eləməyən yerdir ki, mən bunu o qədər normal qəbul eləyirəm ki, heç burada bir şeylərin yanlış olduğunu görmürəm belə. Qoruma mexanizmları proqramında 20 qeyri-sağlam, ondan sonra orta və sağlam qoruma mexanizmlərindən danışmışam. Siz ilkel və orta qoruma mexanizmlarına baxın siyahıda. Baxın görün nələr var və siz insanlarla tanışdığınız zaman, qarşı cinslə tanış olduğunuz zaman hansı qoruma mexanizmlarını istifadə edirsiniz ki, özünüz də bilmədən bu adamları həyatınızdan bir şəkildə uzaqlaşdırırsınız.